Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Hər birini salamlayıram, əziz izləyicilər. Sizləri ilahi xitablar verilişindən xoş gördük. Bugünkü mövzumuz Nisa surəsinin 94-cü ayəsi barəsində olacaq. İlk olaraq ayənin tilavətini dinləyək. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. يا أيها الذين آمنوا إذا ضربتم في سبيل الله فتبينوا ولا تقولوا لمن ألقى إليكم السلام لست مؤمنا تبتغون عرض الحياة الدنيا فعند الله مغانم كثيرة كذلك كنتم من قبل فمن الله عليكم فتبينوا إن الله كان بما تعملون خبيرا. Nisa surəsinin 94-cü ayəsində Allah Teala müsəlmanlara, müminlərə olduqca önəmli bir məsələni vurğulayır. Bu məsələ günümüzdə də müxtəlif formalarda öz təzahürünü göstərir. Həm İslam düşmənləri bu məsələni İslamın əleyhinə təbliğ aparırlar və eyni zamanda özünü müsəlman sayan Qur'an-ı Kərimin bu çıxışına bir formada qarşı çıxır. Yəni, həm müsəlman dünyasında bu ayəyə əməl olunmur və eyni zamanda İslamdan kənar, İslama baxış da bu ayənin doğru düzgün başa düşülməməsindən, belə şəxslərin qulağına çatmamasından qaynaqlanır. Qısa olaraq ayənin xitabı bundan ibarətdir ki, İslamda dünya qənimətlərini ələ gətirmək üçün cihad anlayışı yoxdur. İslamda olan müharibələr, döyüşlərin arxasında dünya malı, qənimətlər yatmır və eyni zamanda İslam heç bir formada qarşı tərəfə zorakılıq göstərmir. Ən son onun sülhünü, sülh ifadə edən rəftarını, hərəkətini, əqidəsini qəbul edir. Bu ayənin bütün müsəlmanlara və bütün dünyaya xitabıdır, müraciətidir. Ayənin qısa olaraq tərcüməsi bundan ibarətdir ki, Yə əyyuhəl-ləzīnə əmənu, ey iman gətirənlər, İzə dərəbtum fi səbilillah, elə ki, Allah üçün səfərə çıxdınız, döyüşə çıxdınız. Burada məqsəd, yəni Allah yolunda cihada çıxanda fətəbəyyənu,
araşdırma edin. Kimlə döyüşürsüz? Hansı şəxslərlə döyüşürsüz? وَلَا تَقُولُوا لِمَنْ أَلْقَى إِلَيْكُمْ السَّلَامَ لَسْتَ مُؤْمِنًا Sizə salam verən, təslim olan, mən müsəlmanam deyən şəxsə sən mümin deyilsən deyə xitab etməyin. Burada məsələ biraz izaha ehtiyacı var. O da bundan ibarətdir ki, bu ayənin nazil olma səbəbinə biz müraciət etdikdə görürük ki, Allah Rəsulu Üsamə İbn Zeydi bir məntəqəyə yollayır. Həmən məntəqədə də Yəhudilər yaşayır. Yəhudilərin bir qəbiləsi, yəni bir şəxsi olan bir şəxs eşidir ki, müsəlmanlar bura gələcək deyə öz ailəsini götürür, gedir bir dağın ətəyində yaşamağa. Elə ki, görür müsəlman qoşunları buna tərəf gəlir, bu şəhadəti deyərək Üsaməyə tərəf gəlir. Şəhadəti deməyinə baxmayaraq, Üsamə bunu bir zərbə ilə vurur, öldürür. Bu xəbər Allah Rəsuluna çatır. Üsamə Mədinəyə qayıdandan sonra Allah Rəsulu onu görən kimi ilk olaraq tənqid edir, qəzəblənir ki, nəyə görə sən bir şəxs şəhadəti dedikdən sonra, Allaha və mənə iman gətirəndən sonra sən ona qılınc çəkdin. Üsamə deyir ki, o zahirən müsəlmançılığı qəbul etmişdir. Qorxu üzündən bu sözü dedi. Allah Rəsulu çox gözəl bir söz deyir. O da bundan ibarətdir ki, buyurur ki, sən onun ürəyindən keçənlərdən xəbərdar idinmi? Dili ilə dediyində qəbul etməliydin. Sən onun batinindən xəbərin yoxdur. Batinindən yalnız Allah xəbərdardır. Allah Rəsulu buyurur ki, sən onun qəlbindən necə xəbərdar ola bilərsən? O ki, dilinə gətirib şəhadəti, bu mənim üçün kifayətdir. O, canı, malı amanda qalmalıydı. Maraqlıdır ki, əvvəldə dediyim kimi, bu ayəyə müsəlman dünyasında da bir çoxları əməl etmir. Biz görürük ki, İslamın, müsəlmanların əleyhinə təkfir edən təkfirçi dəstələr var. Bunların işi şəhadət deyən, qiblə əhlinin üzərinə hücum etmək, namuslarını, mallarını qarət etməkdir. Maraqlıdır ki, bunlar Quran oxuyur və özlərini müsəlman hesab edirlər. Allah Teala bu ayədə deyir ki, sizə salam verən, mən müsəlmanam deyən şəxsə heç bir formada qılınc çəkməyin. Maraqlıdır, niyə görə bunu edirlər bəs yaxşı? Allah Teala buyurur ki, sizlər bu işi ona görə edirsiniz ki, dünya malına çatmaq istəyirsiniz. Dünya malını, qənimətlər sizi maraqlandırır. Allahın dini, Allahın təlimləri sizi maraqlandırmır. Siz istəyirsiniz ki, onu müsəlman olaraq görməyəsiniz və onun qənimətini ələ gətirəsiniz. Çox maraqlıdır ki, Bəni Üməyyə siyasət də belə idi. Bəni Üməyyə qeyri-müsəlmanları, yəni Ərəb məntəqəsindən kənarda yaşayanları müsəlman olaraq qəbul etmək istəmirdi. Niyə görə? Müsəlmançılığı qəbul etsəydi, onlar cizyə, bu kimi məsələlər ödəməzdilər. Ona görə deyirdilər ki, siz hələ müsəlman olmamısınız və yaxud İslamı yaymaq istəmirdilər, qənimətləri ələ gətirmək üçün. Günümüzdə də Bəni Üməyyə siyasəti tam olaraq özünü təkfirçi cəryanların simasında göstərir. Bunlar Allah adı ilə müsəlmanların malını, namusunu ələ gətirirlər. Allah Teala buyurur ki, sizlər təbtəğuna ərədəl həyətəd dünya fə indəllah məğanimul kəsirə. Siz dünya malına görə bunları edirsiniz. Amma unudursunuz ki, Allah yanında daha çox qənimətlər var. Allah Teala sonra bunlara ümumi bir göstəriş verir. O göstəriş də bundan ibarətdir ki, kəzalikə kuntum min qəblu. Siz də əvvəllər belə idiniz. Yəni, indi ki, Allah yolunda döyüşürsünüz, əvvəllər sizin də imanınız dil üzərində idi, qəlbinizdə iman yox idi və yaxud dünya malına görə siz gəlib müsəlmançılığı qəbul etmişdiniz. Fəmənnəllahu aleykum. Allah sizə yol göstərdi, minnət qoydu, siz gəldiniz onun dininə. Belə olan halda öz işlərinizdə diqqətli olun ki,
Allah etdiklərinizdən xəbərdardır. Bu ayənin göstərişi bütün möminlərədir. Möminlər hər hansı bir addım atarkən qarşı tərəfi dinsizlikdə ittiham etməkdən çəkinməlidirlər. İnsan bir insana dinsiz damğasını vurmamışdan qabaq olduqca ehtiyatlı olmalı, düşünməli və bu işdən olduqca çəkinməlidir. Bu Allahın möminlərə, müsəlmanlara göstərişidir və eyni zamanda bu barədə digər ayələr də var ki, Allah Taala belə bir şəxslərlə olduqca sərt formada danışmışdır. Ümidvaram inşallah bizlər də ilk olaraq öz imanımızın üzərində işləyək. Kiməsə dinsiz, imansız və s. ləqəbləri deməkdən inşallah çəkinəndə olmaq. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.